mütləq bilgilər ailədə olmalıdır. Hansı elmi, hansı yolu seçirsən seç. İstəyirsən biznesi seç, nəyi seçirsən seç. O sənin öz işində, öz yolundur. Amma bütün bunların mahiyyətində mütləq təbabət dayanmalıdır. Təbabət elmi mütləq olmalıdır. Toxum hər bir insanın içində olmalıdır ki, öz sağlamlığına özü nəzarət eləyə bilsin. Heç kimin yanında sınmasın, əyilməsin, hansıza bir vəsiqəsi olub, ağlı, başı savadı olmayanın qarşısında boynunu büküb gözləməsin ki, bu nəsə buna bir möcüzə yaradacaq, bir filfulu eləyəcək, bu sağlam olacaq. Elə olmur. Hər şey düşüncədə olur. Hər şeyin mahiyyəti düşüncədədir. Orada bir nəsə varsa, onu düzəltmək, onu inkişaf elətdirmək olur. Əks təqdirdə heç nə olmur. Və həmin o mahiyyət, həmin o elmin mənbə dediyim mənbələrdən biri də mənim dostum, gözəl insan, gözəl şəxsiyyət, böyük alim, böyük şəxsiyyət Çimnaz xanım Namazova, gözəl insan, gözəl şəxsiyyət, böyük ürək sahibi, böyük elm sahibi. O öz kitablarında hər şeyi veribdir cəmiyyətə, biz insanlara hər şeyi veribdir. Əgər o kitabları axtarıb, tapıb, alıb, evinizə qoyacaqsınızsa, başınızın altına qoyacaqsınızsa, hər gün onu vərəqləyəcəksinizsə, oradan mütləq qidalanacaqsınız və sağlamlığın yolunu mütləq tapacaqsınız. Onun ilk kitabı da elə belə adlanır. Sağlamlığa aparan yol. Mən dəfələrlə bu barədə, bu gözəl, bu böyük alim haqqında fikirlərimi söyləmişəm. Yenə də o fikrə qayıdıram. Bizim cəmiyyətə, bizim baxışımıza, bizim belə deyək ki, adət-ənənəmizə, fəlsəfəmizə, dünya görüşümüzə, psixologiyamıza yaxın elmi mənbələri siz bu gözəl alimin kitablarında tapacaqsınız. Çünki bizə, dünya görüşümüzə yaxın o qədər həssaslıqla, o qədər aydınlıqla yazıb ki, heç bir çətinlik çəkmədən bu kitabın bir elmi mənbənin mahiyyətini anlayacaqsınız və asanlıqla anlayacaqsınız. Bu gözəl alim, böyük alim heç bir tibbi terminlərdən istifadə eləmir ki, siz nəsə çətinlik çəkəsiniz. Onun ilk kitabı belə adlanır. Mən daha uzatmaq istəmirəm, çünki o alim haqqında çox fikirlərimi demişəm, söyləmişəm və yenə də özümə borc bilirəm. Çünki çox məni narahat edirsiniz, məni bu barədə çox danışırsınız, məni incidirsiniz, məni yorursunuz. Mən sizdən bir daha xahiş edirəm, bir deyirəm ki, mənə bu barədə müraciət eləməyin, heç nə deməyin mənə. İncitməyin məni. Mən sizə deyə biləcəyim ən gözəl mənbə bu alimdir. Bu böyük alim. Çimnaz xanım Namazova, gözəl insan, böyük şəxsiyyət. Böyük elmi mənbə qoyub bizim üçün. İlk kitabı belə adlanır, Sağlamlığa aparan yol. Göstərirəm kitabın özünü də. Bu birinci kitabıdır onun. İkinci kitabı belə adlanır, Sağlamlığın sirri. Göstərirəm sizə. Sağlamlığın sirri. Üçüncü kitabı belə adlanır, Sağlam ömür yaşayaq. Bu elə üç kitabın özü elə kifayət eləyir ki, çox şey, mən deyərdim, hər şeyi buradan götürəsiniz və sağlam olasınız, sağlamlığınıza qovuşasınız. Burada, bu mənbələrdə axtarın. Sağlamlığınıza yalnız belə qovuşa bilərsiniz. Özünüz, öz əlinizdə o ruh dediyimiz o mahiyyət ki var, onu siz özünüz, öz əlinizdə saxlamalısınız. Heç kim sizə o ruhu sizə təqdim edə bilməz ki, bu sənindir, verdi, özün idarə elə. O sizin düşüncənizdə olmalıdır, o mahiyyət. Məsələ burasındadır ki, həmin o ruh dediyimiz o sükanı daim biz özümüz öz əlimizdə saxlamalıyıq. Məsələ buradadır, sükanı necə əlimizdə saxlaya bilərik? Dediyim kimi, həmin o mütaliəmiz varsa, o toxumu biz o kitablardan səhmişsə ruhumuza, düşüncəmizə biz öz əlimizdə saxlaya bilərik və sağlamlığımıza doğru gedə bilərik. Məsələ buradadır. Odur ki, məsələn, indi yadıma bir məsələ düşdü, yadımdadır bir nəfər ağır vəziyyətdə idi, eşitdim, tanış adamdır.
xərçəng xəstəliyindən əziyyət çəkirdi, getdik baş çəkməyə. Demək, artıq bu adama xərçəng diaqnozu qoyulubdur, vəziyyət ağırdır, ölüm ayağındadır. Bilirsiniz, bir fikir var da, tutaq ki, belə bir fikir var. Deyir ki, hələ ki, nəfəs gedib gəlir, demək, tam hər şey itirilməyib. Demək, cəhdlər eləmək lazımdır ki, o son nəfəsdən istifadə edib sağlamlığa qovuşmaq olarmı? Bütün hallarda bu cəhdlər olunmalıdır. Mən çalışdım ki, həmin o adama o cəhdləri eləyək, bəlkə nəsə verə bildik ona. Nəsə vermək olur, əgər onun dediyim kimi düşüncəsində o tibbi bilgilər varsa, o bilgilər varsa, olmayandan sonra heç eləmək olmur. Mən ona cəhdlər elədim, bilirsiniz nətərdir? Məsələ burasındadır ki, diaqnoz qoyulub, bu yol onsuz da səni aparır ölümə. Söhbət həmin o adamdan gedir. Fərqi varmı sənin üçün bu yolla getdin öldün, ya bu yolla getdin öldün? Bütün məsələ burasındadır ki, bu cəhdlər olunmalıdır və cəhdlər olunmalı ki, vəziyyətdən çıxardılsın. Mən o cəhdləri elədim, təbii ki, çalışdım. Ona məsələnin mahiyyətini izah edeyim, başa salım. O onu başa düşmədi. Alim dostlarıma da zəng elədim, onun yanında qoydum mikrofona. Onlar da mən dediklərimi izah elədilər ki, yol budur, bu cəhdləri eləmək lazımdır. Təsvirlər olsun ki, özü başa düşmədi. 4-5 diplom olmaqla deyil, burada bir şey olmalıdır. İnsana vəsiqəni alıb verərsən, əgər burada heç nə yoxdursa, oxumayıbsa, mütaliəsi yoxdursa, hamısı boş şeylərdən başqa bir şey deyil. Bütün hallarda cəhdlər olunmalıydı və güman edirəm ki, müsbət təsir etmək mümkün idi. Nəysə, mən özüm də o yolları keçmişəm, ötən verilişlərimdə bu haqda danışmışam. Mənim düşüncəm və iradəm məni ayaqda 25 ildir ki, saxlayır. Həmin o xərçəng qoyulan xərçəng diaqnozundan öz düşüncəmin, öz qafamın hesabına yaşayıram hələ ki. Nə qədər yaşayacağım indi onu Allaha söykənək, Allahdan istəyək ki, Allah bizə imkan versin, şərait yaratsın, ağlımızı əlimizdən almasın və o yolumuzu davam edək. Bütün hallarda o 25 il bu ağır xəstəliyə qalib gəlmək böyük işdir, böyük inqilabdır. Mən tutaq ki, lap sabah yıxılıb ölsəm belə, 25 ili güc gələ bilmişəm ağır xəstəliyə, özü böyük işdir, böyük şeydir. Bunu cəsarətlə deyirəm, ürəklə deyirəm. Bütün hallarda təşəkkür edirəm sizə, vaxtınızı aldığım. Bu məcbur oluram, inanın, hər dəfə məcbur oluram. Hər dəfə bu söhbət salınır, bu barədə danışılır, ay mənim oram ağrıyır, ürəyim ağrıyır, nə bilim, böyrəyim ağrıyır, nə bilim, o orqanım belə oldu, bu orqanım belə oldu. Mən dilxor eləyirlər bəziləri, məni narahat eləyirlər. Savadı olmayan adama da heç nə izah eləmək mümkün deyil. Odur ki, mən həmin o adamlara, ömründə mütaliə edəməyən o insanlara düzüm deyirəm, xahiş edirəm, məni narahat eləməyin bu barədə. Mütaliə yoxdursa, burada heç nə yoxdursa, heç nə eləmək mümkün deyil. Sənin kimi adamlar həmişə ilişib qalacaqsınız o həkimlərin o gözləmə yerində, boynu ürküb ömrü boyu gözləyəcəksiniz orada. Belə, təşəkkür edirəm və bu böyük alim haqqında, Çimnaz alim haqqında öz fikirlərimi dedim, bu gözəl alim haqqında dedim fikirlərimi, təkrar bir də kitabları göstərirəm. Bu alimin, bu böyük alimin, Çimnaz xanım kimi bir böyük alimin, gözəl insanın kitablarını oxuyun və sağlamlığınıza qovuşun. Təşəkkür edirəm. Buradan Çimnaz xanımı da gözəl insanı, dəyərli dostum, dəyərli alim, böyük insan, böyük şəxsiyyəti salamlayıram və ona da təşəkkürümü bildirirəm. Bir də onu deyim sizə, dəyərli dostlar, dəyərli tamaşaçılar, bizə dəstək olmaq üçün kanalımıza mütləq abunə olun, bizi bəyənin, paylaşın və bizə dəstək olun. Gözəl insanlar, gözəl ürək sahibləri.